Salam dostlar. Bugün 22 noyabr 2025-ci ildir. Çexiya Plzeň şəhərindən salamlayıram sizi. Burada hava -2 dərəcədir. Papaqmallaq eləməyin. Çünki heç papaqsız gəzib fors verəcək hava deyil. Mikrofon olmadığı üçün bilmirəm səsim necə düşəcək, amma mümkün qədər çalışacağam biraz ucadan danışım. Deməli, Çexiyanın özünə məxsus tarixi var və Plzeň şəhəri də həmin bu tarixi şəhərlərdən biridir. Burada çoxlu tarixi abidələr və heykəllər var. Bu gün də həmin o heykəllərdən biri barədə danışacağam, çalışacağam ki, məlumat verim. Deməli, bu heykəldir. Hələlik uzaqdan çəkirəm, qıraqdan. Deməli, burada Pieta heykəlidir. Keçək yolu o bir tərəfə. Görək daha yaxından neynirik. Maşın gəlirmi? Gəlmir, qatar gəlir buradan deyən tramvay. Qoy keçsin, sonra danışarıq. Yenə də gələn var. Bəli, burada belə bir heykəl var. Pieta heykəli deyirlər buna. Pieta heykəli nədir? Pieta heykəli o heykəllərə deyirlər ki, Həzrəti İsa çarmıxdan düşürüləndən sonra Həzrəti Məryəmin onun cansız bədənini qucaqlaması heykəlinə Pieta heykəli deyirlər. Əlbəttə ki, bu xristian dini mətnlərinə əsasəndir. Yəni, İslam dini mətnlərinə əsasən Həzrəti İsa çarmıxa çəkilməyib. Onun yerinə başqası çəkilib və Həzrəti İsa qeybə getmişdir, qeybə çəkilmişdir. Amma xristian dini mətnlərində fərqlidir. Onu çarmıxa çəkiblər və çarmıxdan düşmə salınmasından sonra Həzrəti Məryəmin onu qucaqlaması, ağuşuna alması səhnəsidir həmin bu heykəl. Bu cür heykəlləri müxtəlif yerlərdə görə bilərsiniz və bu heykəllərə, bu tipdə olan heykəllərə Pieta heykəli deyirlər. Heykəlin tarixindən danışsaq, heykəl hardasa 1750-ci illərə aiddir, yəni 18-ci əsrin ortalarına aiddir. Heykəlin memarı kimi Antonin Herix deyirlər. Antonin Herix. Kamenin ad deyil, Kamenin kamen sözündən, yəni daş ustası mənasına gəlir. Və bu heykəl barok üslubunda düzəlib. Barok üslubu nədir? Barok üslubu heykəltaraşlıqda, yəni daha dramatik hadisələri daha dramatik göstərmək üçün xüsusi elementlərdən istifadə edirlər və bundan əlavə daha, yəni məsələn, bədənlər durğun şəkildə deyil, hərəkətdədir. Sanki burada da heykəldə görürük ki, əyilmiş formadadır. Məsələn, paltarlar uçur, yəni sanki külək vurur onları. Bu formada düzələn bir üslubdur. Burada bir də inri sözü var. İnri nədir? İnri bu barədə indi məlumat verərəm. Burada gördüyünüz kimi görünür. İnri sözü latıncadan 4 kəlmənin baş hərfləridir. Yəni Iusus Nazaretus Rex Iudaerum. Bunun da mənası nədir? Yahudilərin kralı Nazaretli İsa. Bu mənadadır. Yəni bunu niyə vurublar bura? Bunun haqqında danışım. Deməli, həmin o vaxtı xristian dini mətnlərinə görə danışıram. Həmin o Roma kralının qubernatoru deyək, Həzrəti İsa'nın ölüm fətvasını verəndə, onu xaça çəkəndə həmin xaçın üstünə həmin bu sözləri, inri sözünü yazıblar. Bunu da kefindən yazmayıb, yəni bir ironiya ilə yazıb ki, yəni həmin Yahudilərin kralı Nazaretli İsa bir də budur. Çəkdi çarmıxa getdi. Yəni belə bir mənada, ironiya ilə yazılmış bir sözdür bu. Və bundan sonra da bu hadisəni səhnələşdirən heykəltaraşlar həmişə onu da qeyd eləyirlər. Yəni bəzən vururlar. Bir də burada belə parça kimi bir şey var. Bu da Həzrəti İsa'nın kəfənini simvolizə edir. Bugünkü gündə bu heykəl artıq siyahıda belə deyək, kulturni pamatka, yəni mədəni abidə mənasında gedir. Bu da heykəl bu formada belə. Ətrafı da göstərim.
Bura Praski küçəsidir. Burada körpü var, körpünün üstündədir bu heykəl. İnsanlar gəlir bu yana. Burada belə bir park var. Körpüdür, körpünün üstüdür. Belə. Video xoşunuza gəldisə, bunu qeyd eləyərsiniz rəylərdə. O Davud demişkən deyir, söhbət statistikada deyil, vinomatilin olmaqdadır. Görək vinomatilin olacaqsınız ya yox. Hələlik.